Deyir ki, Peyğəmbərimiz sallam yenə buyurur ki, deyir ki, əgər mənə deyir Həzrəti Cəbrail o qədər deyir misvaqdan danışdı ki, mən deyir qorxdum ki, ümmətimə fərz ola. Yəni fərz o deməkdir ki, ümmət bunu mütləq etməlidir. Etmirsə, deməli buna günah gəlir. Misvaq haqqında o qədər danışdı ki, Həzrəti Cəbrail. Misvaq nədir? Misvaq belə bir karandaşa bənzəyən bir çubuqdur. Bu bütün ərəb ölkələrində, Pakistanda, Hindistanda çox bitir. Deməli bu ağacı əraq ağacının Salvadoriya deyirlər bunun latın dilində. Bu ağacın kökləridir. Bunu yığılır, adi bir karandaş böyüklüyündə kəsilir. Bundan dişlər təmizlənir. Deməli, belə bir hədisdə var ki, misvaqla dişlər təmizlənərsə və namaz qılınarsa, o namazın savabı 70 dəfə artırılır. Yəni, o dərəcədə önəmli bir işarətlər var misvaqlanmağa görə. Sonra bundan başqa Peyğəmbərimiz sallallahu əleyhi və səlləm özü vəfat etməzdən qabaq sonuncu dəfə gözü yenə də misvaqa tikilir və misvaqla ağzını, Həzrət Ayşə anamız ağzını təmizləyir və ondan sonra vəfat edir. Və bu nə deməkdir? Misvaq bütün ağız boşluğunun, boğaz boşluğunun tamamilə gigiyenası deməkdir. Misvaqın tərkibini alimlər araşdırıblar ki, zəngin ftor var. Deməli, bu nə demək? Bu dişimizin mina qatını çox möhtəşəm bir şəkildə qoruyur. İkincisi, misvaqın tərkibindəki maddələr bizim ağzımızdan həm ağız boşluğunda yaraları üçün, deməli, ağız boşluğunda asidofilus növündə bir bakteriyalar var ki, bunlar bəzən illərlə, məsələn, mən özüm həkiməm, adamlar görmüşəm ki, 10 illərdir ki, ağzında yaralar var, sağalmır. Amma misvaqdan istifadə edən kimi sağalır. Bundan başqa, məsələn, məllim xəstəliyi deyirlər, faringit xəstəliyi, görmürsünüz, insanlar belə eləyir, görürsünüz, illərlə də eləyə bilir. Bax, bunlar üçün bir nömrəli dərman yenə misvaqdır. Bundan başqa, misvaqla dişləri təmizləyən zaman misvaqın təsir edici maddələri, bax, o belə liflər olur. Dişə sürtən kimin, adi diş şotkası kimin olur. Bax, o liflərin arasında xüsusi yastıqçıqlar var. Həmin yastıqçıqlar ağız boşluğuna yayılır və buradan da ağız suyu ilə bizim mədəmizə daxil olur. Eyni zamanda bu qastriti də müalicə edir. Yəni, o dərəcədə faydalı bir şeydir. Sonra ağzından iyi gələn insanlar misvaqdan istifadə eləsin, çox faydalıdır. Bundan başqa, yenə dedim, ağız yaraları, qida borusu ezofagit deyilən bir xəstəlik var ki, mədədə turşuluq artanda gəlir, qida borusunu yandırır. Bax, ezofagit üçün çox faydalıdır. Sonra mədə qastriti zamanı burada sfinkter bəzən açıq qala bilir. Bax, bunun üçün də faydalıdır. Yəni, həqiqətən, bundan başqa misvaq damağı çox sərtləşdirir, damağın dirənişini artırır. Eyni zamanda misvaqdan istifadə edən insanların gözləri çox işıqlanar və göz işıqlı olar. Yəni, misvaq da bax, görürsünüz, burada insanlarımız çox təəssüf ki, çox az insan bunu faydasını bilir və bizim borcumuzdur. Məsələn, mən çox misvaq haqqında yazılar yazmışam, paylaşmışam, həm sosial şəbəkələrdə, həm televiziyalarda. Gücümüz nəyə çatır, biz onları demişik ki, insanlarımız bunun faydasını bilsinlər. Bundan başqa, misvaq özü xarici yaralarda da çox yaxşıdır. Məsələn, misvaq çubuğu qurudulur, toz kimi olunur. Adi zeytun yağının içərisində biraz isidilir və yəni buna deyirlər ekstraksiya, diffuz ekstraksiya. Misvaqın tərkibində olan maddələr keçir zeytun yağına. Həmin zeytun yağından yaralar işlənəndə çox asan bir, qısa bir müddətdə bunlara deyirlər trofik yaralar, yəni uzun müddət qidalanma pozunluğuna əziyyət çəkən yaralar, yataq yaraları ki, uzun müddət xəstələr, insanlarımız əziyyət çəkir, həmin bundan tez bir şəkildə sağalır.